Sən də. Yaxınlarda da Kəlbəcər rayonunun prezidentin icra nümayəndəsinin səlahiyyətli nümayəndəsi gəlib çıxmışdı. Nümayəndəsi Bəşir müəllim bura. Dedi sizə traktor verəcəm bu yolu açasınız, rahat gedib gələsiniz. Ondan da Allah razı olsun ki, yollarımızın sürülməsinə, yaxınlarda telefon stansiyalarımızın işləməsinə icazə verəcək. Sağ olsun, yaxından da köməkləri verir. İcma rəhbərlərimiz də sağ olsun ki, bizim yollarımızı təmizləyir, bizə yaxından kömək verir. Allah onların da ömrünüzü etsin. Çox gözəl yol təmizləyirlər. Böyün cəmaat çox rahat gəlir. Can sağlığı versin. Amin. Veriman xanıma, Erdoğan'a can sağlığı versin və xahiş edirəm ki, bizə bir nömrəli Azərselimizin təşkil olunmasını eləsin və bu şəhidlərimizin ziyarət olunması üçün bizə yol şəraitində kömək eləsin. Çətin şəraitdə qaldım. Qoşa tifir maşınlarla gəlir. Gələ bilmirik, balaca maşınlar bura gəlmir. Qoşa tifir maşın olmasa gələ bilmirik. Hansı zamanada yaşayırıq ki, biz şəhidlərimizi qoşa tifir maşınla gəlib ziyarət edirik. Aranda bir dənə taxıl yerin kürüyürlər, deyirlər ki, burada qəbir var. Gedib onu ziyarət edirlər. Göründə abidə qururlar. Burada buna baxan yoxdur. Bunu erməni öldürür. Torpaqların bu da Azərbaycandır. Torpaqların azadlığı. Bura Bakı sakinləridir. 72 gün burada qalıblar. Nə zulüm çəkiblər. Sağ olsunlar. Dövlətdən yenə razıyıq. Sağ olsun. Torpaqların azadlığı uğrunda əhalinin sağ-salamat qalması uğrunda bunlar şəhid olub. Nə əzab əziyyət çəkiblər. Allah sizinlə canınızı sağ eləsin. Yine de Allah şəhidlərimizə rəhmət eləsin. Əlamin qeyd elədi. Çox düzgün qeyd elədi. Deməli, bizim bu başlı bir ictimai birliyin sayəsi nəticəsində düzdür. Cənab Prezidentin səlahiyyətli nümayəndəsi Bəşir müəllim hal-hazırda Kəlbəcərdə səlahiyyətli nümayəndədir. Deməli, başlı bir birliyinin üzvləri Nürəddin Həşimov, Vüqar Həşimov, Səbuhi müəllimin sayəsində gəlib görüşüblər. Digər addan çəkə bilmədi. Bir qismi düzəlibdir yolun. Allah onların da köməklərindədir. Heç bəyəkdən o yolu gəlmək qeyri-mümkündür. Çətini ilə gəlir. Yol da əsas vacib bura gəlmək üçün birinci yol. İkinci, həmin qeyd elədiyi kimi bura bir nömrəli telefon stansiyasının ən azından bir vüşqanın qurlaşdırılması vacibdir ki, burada insanlar, məsələn, yaşlı insanlar da gəlir, narahat adam olanlarımız var, ürək xəstə adam olanlarımız var. Kəndimiz də çox ucqar bir yerdə yerləşir. Ən azından telefon xətti olmalıdır ki, harasa bir xəbər verə biləsən. Artıq dərəcədə Cənab Prezidentimizdən, Prezidentimizin səlahiyyətli nümayəndəsi Bəşir müəllimdən öz adından xahiş edirik, kənd cəmaatının adından xahiş edirik tez bir zamanda o vişqanın burada qurlaşdırılması mümkündür. Yerinə baxış keçirmişik. Çox xahiş edirəm o vişqanın tez bir zamanda burada qurlaşdırılması bizə yaxında kömək edir. Hər bir millətin mədəniyyəti, yaşayışı bir nömrəli yoldur. Başlı beldə yaşayanlarla söhbət apardıq. Çox xahiş edirəm birinci burada başlı belin tikilməsinə çox yaxından bizə köməkliyin göstərsin ki, çünki bu kəndin tikilməsi çox vacibdir. Həmin şəraitinə görə, həmin mənzərəsinə görə, o mənzərədən qərarda ən birinci burada şəhid olan insanların başqa dövlətdən də mən çox xahiş edirəm, elə bir şərait yaradılar ki, başqa dövlətin nümayəndələri də gələ burada şəhidləri ziyarət eləyək ki, görsün bu kahalarda 113 gün qalan, mühasirədə qalan insanlar nə vəziyyətdə qalır. Onları erməni fasistləri, erməni vəhşilikləri, onları burada qətilə yetirib, qətilə yetirdikdən sonra bir neçə gün qalıqlar burada bizim kənddə yaşayan, bu qalan Mahir, İsmət, Söhbət, mənim uşaq olmuşlarını tanımıram. Allah onlara da can